Əziz izləyicilərimiz, bağ sulamaq üçün əziyyət çəkənlər, baxın, mexaniki olaraq bir krandır, təbii ki, telefon üzərindən idarə olunur. Quraşdırılması çox rahat, adi bir krant, aparat. Taxarıq üzərinə, özünün bağlamaq üçün mexanizmlər var. Bu hissə üst-üstə düşməlidir, buna diqqətlə fikir verin. Kran üzərinə bağladıqdan sonra açar ilə bərkizdirik. Məhsul adaptorla işləyir. Sual verməyin ki, internet olmazsa, işıq sönərsə nə edəcək? İnternetlə işıq olmadığı halda onsuz da heç nə etmək mümkün deyil. Kranın üzərində düyməsi ilə də idarə etmək mümkündür və mexaniki olaraq işıq sönərsə bu halda telefon üzərindən bağladıq. Telefon üzərindən açırıq, o cümlədən zaman yaza bilərsiniz. Bu zamanda açılsın, bu zamanda bağlansın. Bununla bitmir. Hətta evinizin hər hansısa bir yerində su daşqını olarsa, baxın, yəni bunu ev girişinə, su girişinə qoydunuz. Evin hər hansısa bir hissəsində su daşqını aşkarlanan zaman telefon üzərindən sizə xəbərdarlıq göndərir və anında kranı bağlayır.